أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين. أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuh. Değerli dinleyiciler, Müslümanların içinde biraz zayıf olanlar tez-tez özünə və digərlərinə belə sual verir. Niyə Allah bu günahkarlara belə firavan həyat verir? Niyə bu günahkarlar yerindəcə, anındaca cəzalanmır? Əgər bunlar pis adamdırlarsa, niyə bəs bunların bu cür gözəl sərvətləri, gözəl həyat tərzləri vardır? Deyə zəif insanlar tez-tez belə suallar verir. Bu sualın cavabını sizə Allahın kəlamı və Rəsulullahın sözləri ilə cavabı veriləcəkdir. Ki Allah öz kitabında bu suala cavab vermişdi. Və Rasulullah da öz hədislərində bu suala cavab vermişdi. Sadəcə olaraq Allah bizi bağışlasın. İlk öncə fikrimizi toparlayaq deyə sizə öz sözümü deyim ki, yəni biraz toparlanaq, istiqamətimizi düzəldək ki, Allahın və Rasulullahın sözünü daha da gözəl şəkildə anlaya bilək deyə istərdim ki, öz sözümlə buna bir başlanğıc verim. Değerli Müslümanlar, biz Allah deyə iman gətirdiyimiz o ünvanı elə sevməliyik ki, bizim aramıza, yəni Allah ilə bizim aramıza yeryüzündə heç bir şey mane olmamalıdır. Nə çəkdiyin sıxıntılar, nə xəstəliklərin, nə ailə daxili, dost daxili, məhəllə daxili, fərq etməz. Kimlərinsə səninlə aranda yaşadığın konfliktlər, heç biri sənin Allaha olan sevginə mane olmamalıdır, dəyərli insan. Biz bunu unutmayaq. İnsanların ən xeyirlisi, Allaha ən bağlı olanları Rəsullardır. Heç gör Rəsullarla Allahın arası, Rəsulların yaşadığı sıxıntılara görə pozulmuşdurmu? Əsla, heç vaxtı belə olmamışdır. Heç gör Musa əleyhissalam Allaha dedi ki, ey Rəbbim, mən sənin sevimlin, dostum, mən yarpaq yeyirəm acından. Firon isə qızıl taxtların üzərində insanlar qarşısında diz çökmüş vəziyyətdə qalıb. Firon elə yaşayır, mən isə yarpaq yeyirəm acından. Yarpaq yeyirəm, Həzrəti Musanın elə dönəmi olub. Allahım, bu nə güzarandır mənə verdin. Heç belə bir kəlmə eşitdikmi onlardan? Allahın Resulü Muhammed sallallahu aleyhi və səlləm iki daşı, yastı yapalaq daşı ovuc boyda olan daşları biri-birinin üstünə qoyub, düz mədəsinin üstünə qoyub, onun qurşağını bağlayırdı ki, mədəsi şirə buraxsın, acından. Evinə gətirəcək heç bir şey yox idi. Acından yata bilmirdilər. Heç onlar bir dəfə dedilər ki, ey bizim Rəbbimiz, biz nə gözəl həyat yaşayırdıq, hörmətimiz, sərvətimiz, insanlar sayğı duyurdu. Allahım, biz sənə iman etdik, sənə şərik qoşmadıq, ibadət etməyə başladıq. Ondan sonra bu nədir başımıza gələnlər? Qızlarım boşandı, övladlarım bir-bir öldü, əllərimlə bastırdım. Xalqım məni tərk etdi, evimdən qovdular.
Başqa vilayətdə özümə bir daxma etmişəm. Burada da yaşamağa heç bir şansımız yoxdur. Allahım, biz ölürük acından. Allahım, bu kafirlər keyf edirlər. Bunlar nə həyat yaşayır, biz nə həyat yaşayırıq? Məgər bu sərvət sənin deyilmi? Niyə bizə vermirsən bunu? Demədilər. İnanıram ki, heç düşünmədilər də. Niyə bu belə olmalıdır? Çünki onlar qovuşacağı nemət var ha. Qısa müddət sonra ora qovuşacaqdılar. Cənnət. Onlar oranın nə qədər qiymətli, nə qədər inanılmaz olduğunu bilirdilər. Onlar oranın eşqi ilə yaşayırdılar. Çünki orada Allahı görmək var. Çünki orada heç bir sıxıntı yoxdur. Ən mühümü nədir? İman etdiyim Allah mənə deyir, səbirli ol. Döz, mənə qovuşana qədər. Ondan sonra sən görəcəksən ki, nemət nədir? Dünyada onlara verdiyim nemət deyil. Dəyərli insanlar, dəyərli müsəlmanlar, heç vaxtı bu sualı verməyin. Heç vaxtı deməyin belə söz. Kafirlər keyf eləyir, bizim yaşadığımıza bax. Ölürük acından, onların həyatına bax. Bəziləri də biraz da aşırı gedərək deyir, gərək biz də elə olar kimi olaydıq. Dəyərli insan, demə, bəli, Allah sənin ağlınla rəftar etməz. Əgər Allah bizim ağlımızla rəftar etsəydi, biz çoxdan məhv olub getmişdik. Allah öz mərhəməti ilə, səbri ilə bizimlə rəftar edir. Yoxsa hər nəyi əlimizdən alardı, imanı. Çünki bu söz Allaha deyilməz. Allaha acıq gəlilməz, acıq verilməz. Gərək biz də fələncik olardıq. Bağlandıq Allaha, başımıza nələr gəldi. Demə, dəyərli insan, Allahı qınama. Allah qınanılası bir ünvan deyil. Sənin Rəbbin sənin üçün nələr yaratdığını görsən, Allah Subhanahu Qur'an-ı Kərimdə gözlər onu görə bil, beyinlər onu xəyal edə bilməz. Heç kəs onu xəyal edə bilməz deyir. Yəni, o qədər gözəllikdir ki, təsəvvür et, biz nələri xəyal edə bilərik? Xəyal etmək azaddır da. Heç nəyin yoxdur, özün üçün xəyal et. İstədiyin minik, istədiyin saray, istədiyin mənzərə, istədiyin rəng, istədiyin ağac. Xəyal elə özün üçün, öz xəyalında bir cənnət yarat. Öz xəyalında bir cənnət yarat. Belə həyətinin, evinin daşlarını qızıldan hesabla. Evinin bərbəzəyini almasdan, brilyantdan hesabla. Nə düşünürsən düşün. Allah isə deyir, nə düşünsən cənnətdəkini yarada bilməzsən. Cənnəti xəyalında belə yarada bilməzsən. Bilməzsən, yəni o demək deyildir ki, sənə icazə verilməyib. Başında o gözəllik yoxdur ki, onu təsəvvür edə biləsən. Cənnət belədir. İndi oranı sənin üçün hazırlanmış Rəbbinə deyilər ki, bu palçıqdan olan evlərimizi, niyə mənim evim yaxşı palçıqdan deyil? Niyə mən ac qallam? Bu Allaha deyilməz. Bu Allaha deyilməz. Dəyərli insanlar, bunu hər zaman insanlar düşünüb. Hər zaman insanların xəyalından belə-belə sözlər keçib. Ona görə də Allahın Rəsulü sallallahu aleyhi və səlləmin dönəmində də insanlar belə suallar veriblər. Ya Rasulullah, bu necə olur? Kafirlər keyf edir, biz əziyyət çəkirik. Bəzi insanlar var ki, hətta küfrə girdiyinə görə daha da yaxşı həyatı başlayır. Misal üçün, belə deyək, dövrümüzdə də o vardır. İnsan müsəlman olaraq yaşayırdı, əziyyət çəkirdi. Elə ki, yolunu dəyişdi, həyat tərzi dəyişdi. Əlinə maşın keçdi, nə bilim,
evi dəyişildi, yaxşı oldu. Həyat tərzi nəsə qıraqdan yaxşı görünür. Əslində bu hamısı qıraqdan yaxşı görünür. Mömin üçün yaxşı görünmür. Qıraqdan yaxşı görünür. Həyatın içi acıdır. Yenə də deyək, yaxşı göründüyü kimi lap belə davam edir. Bu arada onu da diqqətinizə çatdırım. Yəni bu dərsdə biz rahat həyat tərzi yaşayan, zəngin həyat tərzi yaşayan bütün insanlara şamil etmirik bunu. Burada Allah'a asi olanların yaxşı həyat yaşamasından danışırıq. Ola bilsin ki, bir mömin də yaxşı həyat yaşayır. Gözəl evi, gözəl ailəsi, ağıllı başlı övladları, hər gün istədiyi qədər mülk əlinə gəlir. Bu mömin də ola bilər. Süleyman əleyhissalamdan varlı olmaz ki, o Allahın peyğəmbəri idi. Hələ ona kitab gəlmişdi. Səhifələr var idi. Yəni, bəs burada söhbət Allahı inkar etdikdən sonra həyatı gözəlləşən toplumdan danışacağıq. Rasulullah'tan bu barədə soruşurlar. Ki, bəs belə işlər baş verir ya Rasulullah. Adam var, tərk etdi bizi, ondan sonra həyatı dəyişdi onun yaxşıya doğru. Uqba bin Amr radiyallahu anhu Allahın Resulundan belə bir suala cavab olaraq belə bir hədisi rivayət etmişdir. Allahın Resulü sallallahu aleyhi və səlləm həmən suala belə cavab verdi. İzə rəəytəllaha yu'til abdə minəd-dünya alə məasihi mə yuhib fə innəmə huvə istidrac. Ey Allahın qulu, bilginən, əgər bir insan Allaha asi oldusa, günahkar oldu da, misal üçün dözmədi həyat tərzinə, əxlaqsızlığa başladı. Və yaxud da ki, yoxsulluğa dözmədi, uyuşturucu satmağa başladı. Rüşvət almağa başladı. İnsan satmağa başladı. Nəyəsə yanlış bir işə başladı. Dedi, mən daha yaşaya bilmirəm, haçana qədər belə olacaq. Özünə bir həyat seçdi, haram. Bu həyatı seçməsi ilə həyatı dəyişdi. Nemətlər ona verildi. Dünya verildi ona, belə deyək. Tam olaraq nemət deməyək. Dünya ona verildi. Resulullah deyir, bu Allah'ın qurduğu bir oyundur. İstidrac, burada Resulullah deyir, istidrac. İstidrac, yəni qandırmaq. Allah'ın çaşdırması, bu Allah'ın çaşdırmasıdır. O ki Allah'ı sattı, Allah'ı verdi, dünyanı aldı, Allah onu qandırır. Dünyadan bir qapı açır onun üçün. Belə mi oldu? Məni dünyaya mı sattın? Al indi dünyanı. Bir qapı açır onun üçün. Resulullah Ən'am surəsi 44-cü ayəni oxuyur həmin sahabəyə. Ki ayədə belə keçir. Əuzu billahi minəşşeytanirracim. Fələmmə nəsu mə zukkiru bihi fətəhnə aleyhim əbvəbə kulli şeyin. Həttə izə fərihu bimə utu əxəznəhum bəğtədən fəizəhum mublisun. Elə ki onlar Allah'ın zikrini unuttular, yəni Allah'tan uzaqlaşdılar, dözmədilər, Allah'ı tərk etdilər. Biz dünyanın qapılarından onlar üçün açarıq. Dünyanın qapıları, yəni dünyada iş yeri, sərvət, yaxşı firavan həyat. Biz onlara bir qapı açarıq dünyadan. Onlar gözəl yaşamağa başlayarlar. Və yaşadığı həyatla fərəh duyar. Yaşadığı həyatla fərəh durar. Bəlkə də deyər, ay mənim bu axmaq başım, mən bu neçə ili harada qalmışam? Neçə vaxtı niyə mən bu yolu tutmurdum? Mən bu illərimi belə itirməzdim. Sanki hətta çaş ki biraz da tez bu günahlara başlayardım. Belə düşünür. Əslində bunu Allah buraxıb, buna istidrac deyirlər. Yəni Allah bunu
batırdıqca batırır. Biz ona dünyadan o qədər verərik ki, onu qəflətən, günahların içində qəflətən tutarıq. Bəxtətən, qəflətən yəni. Onu elə tutarıq ki, niyə burada qəflətən deyir? Yəni, heç ayılıb tövbə etməyə şansı olmaz. Elə haqlayaram onu. Və unutmayaq, hər bir günahkar xalq bayram günü məhv olub. Başına daşlar göydən bayram günləri yaxıb. Niyə? Çünki insanlar bayram günləri daha çox günahlar edirlər. Təbiidir ki, günahkarlar. Bayramlarda nə edirlər? Şərablar çoxalır, zina çoxalır, uyuşturucu çoxalır. Nədir? Bayramdır. Bayramda şənlənərlər də. Hə, bax, Allahın aldatmasıdır. Onları oyuna salır və onları qəflətən, kefli, zina başında, haramın üstündə onları Allah haqlayır. Lut qövmünü haqladığı kimi. Lut qövmü zina etdiyi vəziyyətdə Allah onları saxladı. Necə saxladı? Bir ildırım vurdu, ildırımın vurması ilə bir saniyədə hamı dondu yerində. Qurudular, günah vəziyyətində qaldılar. Biri əlində şərab, biri zina vəziyyətində, biri digər iyrənc vəziyyətdə, hərəsi olduğu vəziyyətdə dondular, qaldılar. Sonra da dağdan vulkan qalxdı, vulkan gəldi, evləri apardı, evlərin içindən keçdi və bunların hamını vulkan bürüdü. Və bunlar vulkanın içində qaldılar, çürümədilər. Allah onları gələn nəsillərə açıb göstərdi ki, bax, mən belə haqlayıram günahkarları. Dəyərli insanlar, günah etdinsə, bax, bu hissəni yaxşı yadda saxlayaq. Günah etdinsə, günahın ardıyca sənə bir yaxşı həyat gəldisə, nəsə bir günah etdin, sənin bir işin alındı. Misal üçün, asi oldun, Allah sənə bunu qadağan etmişdi. Misal üçün, qadındır, dedi ki, belə yaşaya bilmirəm, niqabını açdı üzündən. Yəni, çətinlik çəkirəm, bununla yaşaya bilmirəm. Niqabını açmasıyla buna işlər təklif oldu. Vəziyyət düzəldi. Niqab əslində fərz deyil, ha. Yəni, niqabsız qadın hələ dindədir, dinin şərtlərini qoruyur. Niqab daha irəlisidir, daha böyük mükafatdır. Baxın, o niqabdan çıxmasıyla onun həyatı yaxşıya doğru düzəldirsə, anında tövbə eləsin, geri qayıtsın. Vəziyyət korlanır. Allah onu oyuna salır. Ayıq olsun, tez geri qayıtsın. Çünki o bilsin, bu günə qədər mənim bu işlərim düzəlmirdi. Nə oldu ki, mən gözəl bir şeyi tərk etməmlə Allah mənə bunu verdi? Axı, Allah hicabı mənə əmr edib, vacib deyib. Mən hicabı açmamla həyatım düzəldi. Hicabdan çıxan kimi həyatım düzəldi. Və yaxud da ki, kişidir, mən saqqal saxlayırdım, heç yerdə işə götürmürdülər. Saqqalımı qırxan kimi mənə yaxşı yerlərdən təklif gəldi. Və yaxud da ki, heç saqqal olmasın, götürək ki, həyat tərzi. Nə qədər halal yaşayırdın, bir şey yox idi. Elə ki, başladı uyuşturucu satmağa, həyatı dəyişdi, gündə cibinə yüzlərlə manatlar girdi, evi dəyişdi, maşını dəyişdi. Bax, gördün ki, dəyərli insanlar, bunu hamımız yadda saxlayaq. Mən daha bütün detalları, bütün günah növlərini deməyim, indi hərə öz həyatına görə bir şey fikirləşsin. Sən günah edən kimi gördün ki, həyatın dünyaya görə düzəlir, tez barmağını dişdə, yəni ayılmaq mənasında. Aman Allahım, oyuna gəlirəm. Allahım məni qaytar. Allahım tövbə edirəm, sənə dönürəm. Səhv etdim, ey mənim Rəbbim, məni dünyanın içində məhv etmə. Məni qaytar köhnə kitabıma, Allahım. Adımı oradan çıxartma. Çünki böyük ehtimal budur. Sənin adın İlliyyun kitabındaydı. Sən səbr edirdin xəstəliyə, yoxsulluğa, dözürdün.
adın İlliyyun kitabındaydı, Allahın dostları kitabında. Sən hökmən cənnətə gedəcəkdin. Çünki adın oradadır. Hətta günahkar ola bilərsən. Günahına görə cəza çəkəcəksən. Cəhənnəmdə yanacaqsan, amma xilas olacaqsan. Çünki sənin adın oradaydı. Sən ki dözmədin, şeytana dedin, gəl yanıma, gəl məni götür apar özünlə. Allah mənə sərf etmədi. Sən ki Allaha bu xəyanət elədin, Allah sənin üzünə qapılar açdısa, ola bilər hələ açmasın, hələ yoxlasın, bu qulun bəlkə döndü. Hə, elə ki açdısa qapını, deməli Allah artıq səni tərk etmək istəyir. Ayıq ol, anında qayıtsan, ümid var qayıtmağa. Amma unutma, o çirkaba girdikcə bataqlıq da ora, çıxmaq çətin olur. Çünki sən şeytanın torundan çıxa bilməzsən. Şeytan milyon illər səndən qabaq yaranmışdı və şeytanın metodları saysız hesabsız qədərdir. Səni batıracaq. Allah da səni tərk etsə, sən şeytanın toruna düşsən, daha səni oradan kim çıxarda bilər ki? Bilirsən, Allah Subhanahu taala Qur'an-ı Kərimdə bu firavun həyat yaşayanlar var, günahkar firavun həyat yaşayanlar. Bilirsən, onlar üçün nə deyir? Bizim bu cür danışmağımıza baxmayaraq. Ki biz insanlar baxıb deyir ki, bunlar bu nə həyatda yaşayırlar, bunlar necə keyf edirlər, nə gözəl yaşayır bunlar. Allah isə gör nə deyir onlara. Allah Subhanahu taala belə deyir. Zuhruf surəsi 33-cü ayəyə özünüz də baxın. Allah Subhanahu taala buyurur ki: وَلَوْلَا أَنْ يَكُونَ النَّاسُ أُمَّةً وَاحِدَةً لَجَعَلْنَا لِمَنْ يَكْفُرُ بِالرَّحْمَنِ لِبُيُوتِهِمْ سُقُفًا مِنْ فِضَّةٍ وَمَعَارِجَ عَلَيْهَا يَظْهَرُونَ. Əgər insanlar bu hadisəni görüb də küfrə düşmə təhlükəsi olmasaydı, mən günahkarların evlərinin damını, onların pilləkənlərini gümüşdən eyləyərdim. Təsəvvür edə ha. Onların evinin damını, pilləkənlərini gümüşdən eyləyərdim. Onların qapılarını, onların oturduğu kürsüləri qızıldan eyləyərdim. Qapılarını qızıldan, bərbəzəkdən eyləyərdim. Allah deyir ki, bir insan mənə qarşı çıxdısa, əmrimi pozdusa, mən onun bütün sərvətini qızıla çevirərdim, var dövlətə çevirərdim. Niyə? Daha da batsın, daha da batsın. Amma bunu etmədim ki, möminlər şübhəyə düşər. Yəni insandır da, mömin də insandır da, deyər, bu necə olur axı elə hər günahkar ən gözəl həyat tərzi yaşayır. Bütün günahkarlar gözəl yaşamır axı. Allah isə deyir, bütün günahkarları gözəl yaşadardım. Amma möminlər şübhəyə düşərdilər deyə mən onları bu təhlükəyə salmadım. Yoxsa o günahkarlar var ha, o günahkarların hamının həyat tərzini düzəldərdim dünyaya görə. Səbəb, qoy batsınlar, qoy batsınlar günahlarının içində. Ayənin ardında deyir, وَمَنْ يَعْشُ عَنْ ذِكْرُ الرَّحْمَانِ نُقَيِّضْ لَهُمْ شَيْطَانًا فَهُوَ لَهُ قَرِينٌ. Kim Allahın zikrini tərk edərsə, Allah şeytanı ona düçar edər. Mən ona şeytanı düçar edərəm. Qoy şeytan onu hara qədər aparsın. Daha da günahları çoxalsın. Daha da əzabı çoxdatsın. O ki mənə xəyanət etdi. Dəyərli insanlar, yəni dünya dediyimiz ki var, Allah bu dünyanı o qədər bəyənmir ki, hətta kafirə istəyir bunu daha yaxşısını versin. Səbəb də budur ki, qoy elə başı bununla qarışsın. Amma mömin üçün nə arzulayır Allah? Mənimlə məşğul ol. Hətta Allahın Rəsulu deyir ki, Allah bəzən qulunu qısqanır. Qısqanır və bəzi müsibətlər Allah qulum mənimlə daha çox danışsın, daha çox mənə yalvarsın,
deyə başına gəlir. Yəni səbr et dəyərli insan. Halala səbr et. Düzlüyə səbr et. Problemlərə səbr et. Dostuna, ailənə səbr et. Səbr etməsən, ailən əldən çıxacaq. Dostlar dağılacaq. Hətta dinin gedəcək. Səbr et. Günahkarların həyat tərzinə baxıb da bu sözü demə. Bir qrup insan da var ki, bəlkə də siz tanıyırsınız, bu söz sizə tanışdır. Bəzi adam var deyir, mənə haram düşür. Soruşursan, necə düşür sənə haram? Deyir, haçan, misal üçün, haçan qumar oynayıram, əlim gətirir. Mənə qumar düşür. Qumar hökmən deyil ki, aşıq atsın. İndi bu dəqiqə qumar mədəni oyundur. Hətta dövlət səviyyəsindədir. Hətta reklam olunur. Qumardır. Kim desə ki, mənə haram düşür və yaxud da ki, mənim filan yerim ağrıyır, haçan narkotika qəbul eləyirəm, keçir, gedir, düzəlirəm, bədənim yaxşı olur, yadda saxlayın. Kim haram işdən sonra problemi həll olursa, o bilsin ki, Allah onu oyuna salır. O bilsin ki, Allahın nifrətinin başlanğıcındadır. Gedirsən nifrətə doğru. Ola bilsin ki, şeytan səni daha da gözəl göstərsin, daha da uçuruma aparsın və özü də ola bilər ki, böyük ehtimal var. Belə adamlar həmişə, yəni Allaha iman etmiş küfr əhli var, günahkarlar. Allaha iman edib, amma günahkardır. Onlar özlərini möminlərdən üstün bilirlər, həmişə. Baxarsan, əxlaqsız qadındır, deyər. Mən o hicab giyən qadının hicabın altından min oyunlar çıxardırlar. O deyir, estağfurullah, bizim söz deyil, biz o sözü deməliyik. Yəni, o hicabın altında min oyun çıxardırlar. Biz isə elə açıq-saçıq da gəzirik, buyuq. Biz belə adamı. Yəni, mənim içim tərtəmizdir. Bax, özündən gör nə qədər razıdır. Əxlaqsızdır. Atası onunla utanır. Oğlu onundan utanır. Qardaşı ondan utanır. Onu boynuna almır, üzərindən götürürlər. Bu isə hələ fəxr edir ki, yəni mənim qəlbim təmizdir. Allah məni görür, mənim içimdə nə var, üstə doğrudur. Bunlar isə nə örtünüblər, min oyundan çıxır. Min oyundan çıxmır, bu səfeh başı pozulmuş adam özündən danışır. Bax, şeytan ona həyatı belə göstərir. Və yaxud da ki, digərləri deyir. Buradan həccə gedirlər, o həccə gedəcək, mömin olacaq. Gəlirlər, mindən oyundan çıxırlar. Bu yenə də arada həccə gedir və yaxud da ki, gündə 5 dəfə namaz qılır, Allaha dua edir, amma günahları da var. Da indi hər namaz qılan peyğəmbər olmur ki. Günahlar da olur da. Bu yenə Allaha imanın içində günahı var. Sən bədbaxt, şeytanın qucağında günahkarsan. Yəni sənin heç yaxşı tərəfin yoxdur axı. Səni bəyəndirən nədir? Şeytan. Şeytan onun başını tumarlaya ona belə deyir. Səndən yaxşısı var. Oğul sənsən. Qəhrəman sənsən. Onlar gör namaz qılırlar, mindin oyundan çıxırlar. Bax, beləcə bu günahkarlar hey başqalarını bəyənmir. Və günahın içində isə özünü bəyənir. Hey özünü bəyənir. Ona görə heç kəs deməsin, mənə haram düşür. Bilginən, sənə haram düşürsə, vay sənin halına vay. Allah sənin düşmənin imiş. Sənin adını Əlliyyün kitabından çıxardıb, günahkarların kitabına, Allahın rəhmətindən ümidi üzülmüşlərin kitabına adını salıb, vay halına, dünya sənin olsa nə edərsən ki? Dünyanın sahibləri var idi, dünyanın kralları idi. Təsəvvür edirsiniz, Əmir Teymur, Yıldırım Bəyazidə, Osmanlı sultanı Yıldırım Bəyazidə məktub yazır ki, mənə tabi ol. O da ona məktubunda cavab verir ki, ay barbar, çöl adamı, mən sənin nəyinə tabi olum? Əslində mən onun sözünü deyirəm. Əmir Teymur da bizim əmirdir, Yıldırım Bəyazid də. Onlar ikisi də Müslüman sultanlarıdır. Allah ikisinə də rəhmət eyləsin. Sadəcə olaraq aralarındakı yazışmanı deyirəm. Deyir ki,
Sən öz ərazivin sultanısan, mən də öz ərazimin sultanıyam. Dünyanın yarısı səndə deyil, yarısı məndə. Öz işinlə məşğul ol. Əmir Teymur məktubunda, cavabında yazır. Dünya o qədər böyük deyil, iki sahibi olsun. Dünyanın bir sahibi olmalıdır. O da mən olacağım. Baxın, dünyanın belə sahibi olma arzusu. Dünya mənimdir deyənlər haradadırlar? Allah onlara rəhmət eləsin. Yəni, ibrət kimi deyirəm. Haradadırlar? Öldülər. Dünya onlarındırmı? Yox. Onlar da milyonlar kimi, milyardlar kimi dünyanın qucağında çürüdülər. Dünya onu qucağına bastı, sıxdı qabırğalarını bir-birinə keçirtdi, fəryad qopartdı. Allahım məni bağışla, dünya bağışlamadı, cəzasını verdi və ötürdü Rəbbinə tərəf. İndi bu dünyada günah edib də firavan yaşayan nəyi qazanır ki? Nəyi qazanırsan ki? Maksimum həmən gün gözəl yemək yedin. İnanıram ki, o gözəl yemək axşam mədəndə qızqırıb və yaxud da ki, axşam yerində vırnıxaraq yata bilməmsən ki, çox yemişdin. Niyə? Firavanlıq idi, çox yedin. Həmən çox yemən səni bir gecənin rahat yatmasından məhrum etdi. Amma sənin qonşundakı kasıb ya acından o da yaxşı yata bilməyib və yaxud da ki, bitkəsi var idi. Elə yeyib rahat başına atıb yatdı. Yəni bu dünya aldatmacadır. Gözəl yeməyinlə fəxr etmə. O yemək mədəndə qızqıracaq, hökmən. Yaxşı, rahat döşəkdə yatmanla fəxr etmə. Onun içində səni narahat edən düşüncələr sənə əziyyət verir. O gözəl yatağın içində vırnıxırsan. Həyat budur. Var dövlətin olur səndə, var dövlət ilə bərabər bir xəstəlik gəlir. Bu, bütün dünyanın praktikasında belədir. Zənginliklə bərabər bir xəstəlik gəlir. O zənginliyin dadını yaşamaq istəyirsən, yaşaya bilmirsən. İstəyirsən, gözəl, firavan bazarlıq eləyib onu rahat yeyəsən, bazarlığı sən edirsən, başqası yeyir, sən yeyə bilmirsən. Bu dünyadır, dəyərli insan. Allah dünya ilə dəyişdirilməz. Başına nə gəlsə səbr et. Əvvələn qoyma gəlsin, mübarizə var. Hökmən, yəni biz onu demək istəmirik ki, hökmən yoxsul olmalısan, xəstə olmalısan, əziyyət çəkməlisən. Yox. Allah nəyi verdisə odur. Varındırsa rahat ye, Allaha küfr etmə. Var dövlətini, gücünü zora sərf etmə. Zorbalıq etmə. Allahdan qorx, daima başın aşağı olsun. Allaha gündə 5 dəfə ibadət et, orucunu tut, bir əlin açıq olsun. Yoxsulları sevindir, üzün gülər olsun. İnsanlara qarşı, hər kəsə qarşı mərhəmətli ol. Çünki o hər kəs sözünün altında mömin də var, kafir də var. Möminə qarşı mərhəmətli ol, çünki o Allahın dostudur. Kafirə qarşı bəzən sevimli ol, onu Allahın yoluna çək. Onu o çirkabın içindən çıxart. Çünki sərt üzlə çıxartmaq olmur. Beləliklə, həyatını bir təhər yaşa. Necədirsə o cura. Bir təhər yaşa. Rəbbin nə verdisə odur. Onunla razılaş və Rəbbinə qovuşandan sonra sən görəcəksən. Sən hətta dövrün ən böyük mömini olsan belə, Allahın Rasulü bunu xəbər vermişdi. Bu yalan deyil. Dövrün ən böyük mömini olsan belə, cənnəti görən kimi peşiman olacaqsan. Ona görə də ötəki dünyanın bir adı da Yevmul Həsra, peşimançılıq günü adlanmışdı. Niyə? Mömin də peşiman olacaq ki, aman Allahım, bu gözəllik nə qədər gözəlliymiş, mən çaş ki, biraz da çox edərdim. Elə isə o sözü orada deməkdənsə, hələ burada o sözü deyək, daha irəli gedək. Dünya bizi aldatmasın. Vəsselamu aleykum və rəhmətullahi və bərəkatuhu.